təlim rəhbəri, mülki müdafiə qüvvələri həyəcan siqnalı ilə təlim mərkəzindən toplanmışdır. Məruz etdiyi idarənin mülki müdafiə qərargah rəisinin müavini, məşq rəhbərinin köməkçisi Əhməd Kamilbəyli. Salam təlim iştirakçıları. Cənab təlim rəhbəri, qərargaha daxil olan məlumata əsasən epicentri Xəzər dənizi olmaqla Bakı şəhərindən 50 km şərqdə 7.5 bal gücündə zəlzələ baş vermişdir. Zəlzələ Bakı şəhərində 6.5-7 bal gücündə qeydə alınmışdır. Fövqəladə hadisələrin nəticələrini müəyyənləşdirmək üçün, təyin etmək üçün dərhal 2 sahili avtoparkın ərazisinə kəşfiyyat dəstəsi göndərilsin. Kəşfiyyat dəstəsi həm kimyavi kəşfiyyat, həm yanğın kəşfiyyatı, həm də mühəndis kəşfiyyatı aparsın. Aparılan kəşfiyyatın nəticələri barədə idarəetmə məntəqəsinə məruz olunsun. Bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış, vəziyyəti ağırdır. Bir ədəd avtomobil idarəetməni itirərək qəza törətmiş, nəticədə 2 nəfər avtomobil vəziyyətində sıxılı vəziyyətdə qalmış, müxtəlif dərəcəli xəsarətlər almış, bir nəfərin vəziyyəti ağırdır. Məruzə qəbul olundu. İdarəetmə məntəqəsində, mülki müdafiə rəhbərliyində müzakirə olundu, təhlil olundu və belə qərara gəlindi ki, 2 sahili avtoparkın ərazisinə mülki müdafiə qüvvə və vasitələri çıxarılsın. Oldu.
Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Mülki Müdafiə Qüvvələri bugünkü təlimdə qarşılarında duran vəzifəsinin öhdəsindən layiqincə gəldilər. Belə ki, ərazidə baş vermiş fövqəladə hadisələrin nəticələri sizlərin tərəfindən aradan qaldırıldı. Xilas etmə işlərini, ilkin tibbi yardım işlərini, o cümlədən qəza bərpa işlərini müvəffəqiyyətlə yerinə yetirdiniz. Bugünkü təlimat yüksək qiymət verir, əla qiymət verir sizin fəaliyyətinizdə. Beş olsun sizə, sağ olun.